Salam dostlar, bugün çoxaltma dərəcəsi ilə davam edirik. Çoxaltma dərəcəsi əlamətin və ya keyfiyyətin normadan çox olduğunu bildirir. Yəni, yadınızdadırsa, mən bundan əvvəlki dərsimizdə sarı sözünü müxtəlif parametrlər üzrə yazmışdım. Sarımtıl, sarı, sapsarı. Burada çoxaltma dərəcəsi hansıdır? Təbii ki, sapsarı. Çünki burada normadan çoxdur. Normada olan sarıdır. Normadan az olan sarımtıldır. Çünki ımtıl azaltma dərəcəsində morfoloji yolla düzələn sifətdir. Amma sapsarıda isə normadan çox olduğuna görə çoxaltma dərəcəsidir. Və çoxaltma dərəcəsi də iki yolla düzəlir. Morfoloji üsul və sintaktik üsulla. Gəlin yazaq. Bunu yazdınızsa davam edək. 2 yerə bölək yenə. Morfoloji üsul. İstəyirsə belə yazmaq bir-birinə qarışır. Morfoloji üsul. Morfoloji üsul. Uşaqlar, morfoloji üsul nə ilə düzəlirdi? Yadınızdadırsa, bundan əvvəlki dərsdə demişdim. Şəkilçi ilə. Sintaktik üsul bəs nə ilə düzəlir? Bəli, sözlə. Davam edək. Gəlin morfoloji üsula baxaq birinci. Morfoloji üsulda A variantı. Baxın. Bunu başqa rənglə yazın ki, qarışmasın. Morfoloji üsulda iki yol var. Bir, ca şəkilçisi var. Məsələn, ca şəkilçisində xırdaca məsələn. Siz düşünə bilərsiniz ki, xırda balacadır, azaltma dərəcəsi filan, amma heç. Yəni, heç elə ağınıza gəlməsin, olsa çaşdırmaq üçündür. Ca varsa, mütləq şəkildə burada olacaq çoxaltma dərəcəsi. Xırdaca. B, M, P, R, S artırmaqla. M, P, R, S artırmaqla. Məsələn, deyək ki, bayaq dedik, sapsarı. Bir də yazaq onu. Baxın, P. Bunun altına çəkin. Sapsarı. Məsələn, dümdüz. Baxın, M. Altına çəkin. Məsələn, M ilə P-ya yazaq, R-ya yazaq. Məsələn, R-ya nə yazaq? Tərtəmiz. Baxın, R ilə. Sonra S-ya da yazaq, dost doğma. Uşaqlar, bunlar ancaq sifətlərdə olur. Yəni, isimə durub belə şeylər artıra bilməzsiniz. Yəni, bunlar hamısı düz sifətdir, sarı sifətdir, təmiz sifətdir, doğma sifətdir. Ona görə biz onları artırırıq. Bir də ki, uşaqlar, istisnamız var. Ağappaq sözü. Ağın üstünə appaq artıraraq çoxaltma dərəcəsi düzəldə bilərik. Ağappaq. Görürsünüz, çoxaldır. Bir var ağ, bir var ağımtıl azaltmadır. Ağ normadadır. Adi dərəcə. Ağımtıl olur azaltma. Ağappaq olur çoxaltma. Gələk sintaktik üsula. 2. Sintaktik üsul. Sintaktik üsul nə ilə düzəlirdi uşaqlar? Sözlə. Morfoloji şəkilçidir, sintaktik sözdür. Yenə burada da A variantı qoyaq. Yenə ayrı, defiz, bir də biçik yazılanları görə deyəcəm. Birinci gəlin defiz ya da birinci yazaq ayrı yazılanları. Ən, lap, daha, olduqca. Bir də çox var. Ən, lap, daha, olduqca çox. Bunlar ayrı yazılır. Ayrı. Məsələn, ən gözəl. Baxın, çoxaltdım dərəcəni. Ən gözəl. Ya da daha şirin. Daha acı, daha şirin. Necə istəyirsiniz. Yəni, əsas oldu sifət olsun. Olduqca dadlı. Məsələn, lap yaxşı. Yəni, bir var yaxşı,
Bir var az yaxşı, bir də var lap yaxşı. Çoxaldır. Gələk B variantına. Deməli. Zil ayrı yazılır. Ayrı yazılır bu da. Ayrı yazılır. Məsələn, zilqara. Zilqara. Baxın, ayrı yazılır. Yəni, çox qaradır da, yəni. C variantı. Düm. Bitişik yazılır. Bitişik yazılır. Məsələn, dümağ. Yəni, tam ağdır da. Baxın, bitişik yazdım. Dümağ. Tam ağdır. Bir var ağ, bir var ağımtıl. Ağımtıl azaltmadır. Bir də var dümağ. Yəni, hər tərəf dümağdır. Deyirik ki, qışda hər tərəf dümağ idi. Yəni, hər yer ağappaq idi. Ağappaq özü də çoxaltmadı, amma morfoloji də ağappaq. Çünki bayaq dedim axı şəkilçi ilə. Baxın, appaq şəkilçidir. Appaq sözü yoxdur ki. Sözlə olan sintaktikdədir. Bunlar hamısı sözlərdir. Ona görə. Sonra nə qaldı? Tünd qaldı. Tünd defislə yazılır. Yazırıq defislə. Məsələn, deyirəm ki, tünd yaşıl. Tünd yaşıl. Baxın, defislə yazdım. Açıq söz də defislə yazılır. Yadınızdadır, bayaq azaltma dərəcəsində demişdim keçən mövzuda. Ki, ala açıq defislə yazılır. Yadınızdadırsa, kəmdə hər bir şeydir. Az isə necə yazılırdı? Az. Ayrı yazılırdı. Bəli. Çox isə burada ayrı yazılır, amma çoxaltma dərəcəsi. Yəni, bunları öyrənmək lazımdır. Gəlin bir daha təkrar edək. Deməli, morfoloji C şəkilçisi M pırısı ilə bir də ki, ağ sözünü appaq artırmaqla. Sintaktik üsulda sözlərlə də ən lap daha olduqca çox bunlar ayrı. Zil ayrı yazılır. Düm bitişik yazılır. Tünd defislə yazılır. Bura qədər izlədinizsə, xahiş etsəm, aşağıda rəy bölməsinə mavi ürək qoyun. Aha. İndi gəlin bəzi istisnalara baxaq. Məsələn, uşaqlar sizin qabağınıza çıxa bilər. Yazaq istisnalar. İstisnalar. Bunu belə ulduz çəkək, çünki bu çox vacib nüansdır. Sizin qabağınıza uşaqlar büsbütün sözü çıxa bilər. Büsbütün sözü. Sonra balaca sözü çıxa bilər. Bir də bumbuz. Baxın. Bax, çaşıb burada canı görüb çoxaltma götürər. Qətiyyən bala sözündən balaca yarada bilərik. Yaradarıq, amma balaq isimdir. Biz dedik cacəni sifəti artırırıq. Yaxşı mı? Balaca. Balaca burada özü sifətdir. Yəni, adi dərəcədədir. Biz bunu heç cürə götürə bilmərik çoxaltmada. Ya da büsbütün. Büsbütün zərfdir uşaqlar. Zərf. Sifət deyil, büsbütün. Bumbuz isə adi dərəcədədir. Çünki bütöv yazılır. Həm də buradan baxın, adi dərəcədədir və niyə deyəcəm adi dərəcədədir, baxın. Biz dedik M pırısını sifəti artırırıq da. Buz axı sifət deyil, buz isimdir. Və bumbuz sözü bir yerdə sifət olmuş olur. Bumbuz sifətdir. Və isimin dərəcəsi olmur ki, biz onu M pırısı artıraq, bumbuz eləyək. Yaxşı mı? Sonra nə qaldı? Sonra məsələn, digər bir istisna. Məsələn, qabağınıza açıq çay çıxa bilər. Açıq çay ifadəsi. Biz dedik ki, açıq sözü defislə yazılır. Burada deyə bilərsiniz, niyə defislə yazılmır? Çünki burada açıq sözü sifətin dərəcəsini bildirmir. Çay isimdir. Yəni, diqqət edin bu nüanslara. Məsələn, alagöz sözü. Bu isim yazaq. İsim. Bu özü ayrıca sifətdir. Sonra, məsələn, alagöz. Alagöz. Birincisi, ala sözü sifəti artırılanda bayaq dedik ki, defislə yazılır. Ala açıq defislə yazılır. Açıq azaltma dərəcəsində demişdik. İkincisi ki, göz isimdir. Yəni, diqqət edək, xahiş edirəm. Köklərə diqqət edək. Yaxşı mı? Və alagöz birlikdə sifət yaratmış olur. Çay isim. Alagöz özü sifətdir. Adi dərəcədə olan sifətdir. Adi dərəcədə olan sifətdir.
Yəni biz bunu ala var deyə azaltma götürə bilmərik. Çünki burada göz sözü var. Yəni biz ala açığı ancaq sifəti artıranda azaltma ola bilər. Amma alagöz özü sifətdir. Yəni alagöz insan necə insan? Belə. Bu qədər. Sağ olun.